Salam əziz dəyərli tərbiyəçi müəllimlər. Mən Qurbanova Rühəngiz. Bu gün sizə çərçivə suallarından biri olan nitq inkişafı üzrə işin təşkilinin metod və priyomları haqqında qısaca məlumat verəcəm. Deməli, təlim öyrədən və öyrənənin iştirak etdiyi iki tərəfli bir prosesdir. Nitq inkişafı təliminin metodları ümumi didaktik metodlardan fərqli olaraq ana dilinin mənimsənilməsinin təbiətindən, qanuna uyğunluğundan irəli gəlir. Nitq inkişafı o zaman sürətlə intensiv gedir ki, tərbiyəçi nitq təliminin müxtəlif metodları və priyomlarından istifadə etsin. Nitq inkişafı prosesində istifadə olunan 3 əsas metodumuz var ki, bunlara aiddir əyani metod, şifahi metod, praktik metod. Əyani metoda aiddir müşahidə, ekskursiya, illüstrasiya, demonstrasiya. Şifahi metod birbaşa tərbiyəçinin sözü ilə bağlıdır. Burada tərbiyəçinin sözü bədii, ifadəli, canlı, obrazlı olmalıdır. Praktik metod uşaqların yələndikləri bilikləri nitq praktikasında tətbiq etmələri üçün şərait yaradılır. Oyun xarakteri daşıyan bu metodlar nitq inkişafı üzrə işin bütün sahələrində xidmət edir. Bədii mətnin uşaqlar tərəfindən rollar üzrə nəql edilməsi, səhnələşdirilməsi, kukla teatrlı xarakterli işlər, nitq səslərinin və çətin sözlərin tələffüzü üzrə məşğələlər praktik metodlara aiddir. Keçirik priyomlara. Uşaq bağçasında istifadə olunan metodların hamısı imitasiya priyomu ilə bağlıdır. İmitasiya priyomuna görə uşaqlar tərbiyəçinin ağzının formasına, səsinə fikir verməlidirlər. Gəldi oyun priyomu. Oyun priyomunda kiçik qrupda tərbiyəçi oyun prosesində heyvanın, quşun, əşyanın səsini çıxarmaqla adını, əlamətini, hərəkətini deyir və uşaqlara təkrar elətdirir. Beləliklə, oyun priyomu xüsusilə rollu hərəkətli oyunlar, səhnələşdirmə, dramlaşdırma, tərbiyəçinin nitqini yamsılamaqdan ibarətdir. Gəldi müqayisə priyomu. Nitq inkişafı üzrə iş prosesində ən çox istifadə olunan priyom müqayisədir. Səs mədəniyyətinin inkişafı, lüğət üzrə iş və digər işlər prosesində tərbiyəçi tez-tez müqayisə priyomuna oxşar